Paytaxtın Nərimanov rayonu Ağa Neymətullah küçəsi 45 ünvanında qanunsuz tikinti iddiası ilə bağlı Patrulaz redaksiyasına məlumat daxil olub. Bildirilib ki, binalarla əhatə olunmuş həyətdə dəmir konstruksiyadan ibarət qarajın ətrafında 40-ın 40-a ölçüdə bünövrə qazılıb və artıq dəmir-beton konstruksiyalar tökülüb. Olsa da belə... Taksi pulumu ver gedim gətirim də qardaş. Taksi pulumu ver gedim gətirim. Məsələ ilə bağlı sözü gedən ünvana yollandıq. Şikayətçilərin bildirdikləri faktlar yerində müşahidə olundu. Çəkiliş apardığımız zaman bir nəfər yaxınlaşaraq özünü qarajın sahibi kimi təqdim etdi. Biz ona ərazidə qanunsuz tikinti işlərinin aparıldığı iddia olunduğunu bildirdikdə, obyekt sahibi qeyd etdi ki, qarajın qarşısında yalnız nəmişliyin qarşısını almaq məqsədi ilə təmir işləri aparılır. Buna görə tökürəm ki də, nəmin qarşısını alır. Buraya daş gələr, ağac gələr, gəlsən dəyin kimi olsun. Buranın sənəti sizdə var? Bəli. Təqdim edə bilərsiniz? İndi burada yoxdur evdədir. Burada iddia olunur ki... Mən də burada yaşayıram. Sənin Şabaqdan gəlməmişəm, ya şeydən gəlməmişəm. Baxın, burada bir dənə mənim diqqətimi çəkən bir məsələ var ki, buranı aydındır. Bəs burada niyə belə fundament atılır, mənə o çatmadı? Yox, fundament nəmə qarşı, nəmə görə. Nəmə görə mən eləyirəm. Yəni, nəmə qarşı... İstəyirsən o dəmir atmayıb, lap torpaq doldurum. Yəni, bizə başqa şeylər, amma onu iş görmək üçün gedər hökumətlə danışıb işimizi görərik. Bizə iş görmək lazımdır. Biz nəmin izolyasiyasını eləyirik, nəm verməsin içəri. İçəri ilə dolu ki, otaqlı evdə qalırlar. Siz nə vaxt almışsınız bu ərazini, belə deyək, bu yeri? Yeri harasında bir 2 aydır, 3 aydır. Yəni, sənət nədir bəs? Sənət çıxarış, qararın çıxarışı. Yəni, o sənəti də bizə təqdim edə bilərsiniz. Bəli, eləyəcəm, eləmirəm ki. Dəmir qarajlara çıxarış verir. Hazırda nə işi gedir burada? Ay qardaş. Dəmir qarajın çıxarışı oldu. Mən və 30 ildir burada yaşayıram. Mən bilirəm bu qaraj kimin idi. qaraj bax qonşudan almışam. Yəni bu Yəni, ağsaqqal deyir ki, 2-3 ay olar alıb buranı. bəli düz deyir, 2-3 ay olar. Amma alınan qarajdan ötürü bu boyda xərc çəkilir, bu boyda fundament. Abi oğlum, pulum var eləyirəm. Sən evimin beşini gəlirəm mən. Yəni buraya qədər mən bu məhəllədə yaşayıram. Artıq dözülməz bir hala gəlib bu məhəllə. Maşın saxlamağa yer tapır. Abi oğlum, maşın saxlamağa yer, mən sən maşın saxlamayı parkovka verir mən, Bu boyda yəni yer zəbt eləmə. Haran zəbt Qanunsuz edirəm. tikilidir bu. Qanunsuz tikili olmasa Hökumət gecə verən ilə sənət iş qanunsuzdur. görməzlər. Gecə ilə iş getməz. Gecə səhərə qədər işləyiblər. Kim? Yəni burada bu qanunsuz tikilidir. Tamam. Siz verin, işıqlandırın, qanunsuz tikilidir, tikili deyil, bilinəcək də. Abi oğlum, sağ Ağa sənət. Neymətullah da bu Nərimanovun göbəyində gəlirlər obyektləri sökürlər oradan ki, abadlaşmalıdır şəhər. Gətməkdim də sök pulumu Arxadan- kompensasiyan verir. Təzdən bina tikirlər. Amma müəllim iddia eləyir ki, deyir, mənim çıxarışım var. Ay sağ ol. Dəmir konstruksiya ilə olan heç bir qarajın çıxarışı olmur. Bu bir mənalı şəkildədir. Başımın bu vaxt sağ Və bu dəmir konstruksiyadır. Paytaxtın Nərimanov rayonu Ağa Neymətullah küçəsi 45 ünvanında qanunsuz tikinti iddiası ilə buraya gəlmişik. Patrulaz redaksiyasına məlumat daxil oldu ki, burada yaşayan sakinlər tərəfindən həyətdə gördüyünüz kimi iddia olunur ki, qanunsuz tikinti işləri aparılır. Biz də sözü gedən ünvana gəlmişik və bir nəfər özünü buranın yəsi kimi təqdim edən şəxs bizə bildirir ki, biz gördüyünüz bu ərazinin çıxarışı var. Şikayət edən sakin bildirir ki, dəmir konstruksiyadan olan qarajlara çıxarış verilmir. Lakin bizə iddia irəli sürülüb ki, burada qanunsuz işləri gedir və biz də gəlmişik sözü gedən ünvana, zəhmət olmasa yaxınlaşaq. Bildiyiniz binanın özülü, yəni fundamenti qazılıb. Hətta içərisini də təqdim edim sizə. Gördüyünüz kimi dəmir konstruksiyadan ibarət beton işləri görülməsi üçün artıq 40-ın 40-a yer qazılıb və obyektin sahibi isə bildirir ki, mən burada sadəcə olaraq nəmişliyin qarşısını almaq məqsədi ilə gördüyünüz bu yeri qazmışam. Daha sonra ondan hər hansı sənədinin olub-olmadığını soruşduqda sahibkar çıxarışının olduğunu bildirdi. Bir müddət sonra isə sənədləri bizə təqdim etdi. Lakin təqdim olunan sənəd çıxarış deyil, texniki pasport idi. Bu isə tikinti aparılmasına dəlalət etmir.
Aynurə Vüqar qızı, Aslan Nadiroğlu, Əvəz Hüseynov, Patrul AS.